Salam xanımlar, yenə bir qış hazırlığı ilə qarşınızdayam. Nə qədər ki bağda tərəvəzlər bitməyib, bizim də qış hazırlığımız bitməz. Beləliklə yazı artıq başa vururuq. Deməli bu günləri mən uşaqlığımdan qalan o ləzzət dad ki var, hansı ki pomidor, xiyar, malirovnası. Biz buna malirovni deyirik. Bugün bunu sizlərlə bölüşmək istəyirəm. Hazırladım. Mən həmişə bir neçə banka hazırlayıb qışa saxlayıram. Öz bağımdan xiyardır, pomidordur, dəfnə yarpağıdır, acı bibərdir, şüyüd çətiridir. Bunlar hamısını yığdım. Şükür Allaha bu günə qədər hamısını bağımdan dərib hazırlayıram. Yudum bunları hamısını yaxşıca. Deməli bankaya 2-3 dənə sarımsaq, şüyüd, dəfnə yarpağı, acı bibər. Acı bibər zövqə görə qoya bilərsiniz. Mən az qoyuram çünki uşaqlı evdir, çox acılı xoşlanılmır. Xiyar pomidorun bankaya doldururam. Mən kiloluq bankaya 1 yemək qaşığı şəkər, 1 yemək qaşığı duz götürürəm. İndi sizlər azaldıb çoxalda bilərsiniz. Biz həmişə bu üsulla hazırlamışıq və suyu da, özü də çox dadlı olur. Amma onu da deyim ki, təpələmə yox, yəni silə deyirlər, necə deyim, qaşığın öz içi qədər də, yəni doldururuq və qoyuruq qaynamaya. Qaynar su tökürük üzərinə, qoyuruq qaynamaya. 10-15 dəqiqə yetərli olur. 1 çay qaşığı uksus əlavə edib bankanın ağzını bağlayırıq, qışdan nuş edirik. Çox dadlı olur. İstəsəniz bu reseptlə sizlər də sınayın. Hələlik növbəti paylaşımlarda görüşənədək. İstəsəniz kanalımda olan linkdən TikTok və Instagramdan da məni izləyə bilərsiniz.